Salam aleykum, yeni mənəm sizdən, sizin Nula. Oğlaqın 8-ci dərəcəsində çiyələk dolunayı. Gəlin görək bu çiyələk dolunayı, yəni bildiyiniz çiyələk deyil təbii ki. Bu dolunay kimlərə nələr vəd edir? Şans verdiyi işdə və həyatınızda şans verdiyi əsas bürclər Əqrəb, Buğa, Aslan, Qoçlardır. Amma təbii ki bu bürclərin qarşıt olan bürcləri, yəni məsələn Aslandırsa mütləq şəkildə dolça, Əqrəb, Buğa, Qoçla qarşı-qarşıya tərəzi. Bu bürclərə belə ümumilikdə fayda verəcək. Yəni ki, məsələn, əqrəblər bu dolunayda gözəl dəstək alacaqlar və əsas sosial çevrədə və iş çevrəsində karyera fürsətləri qazanacaqlar. Tərəzilər, xroniki xəstəlikləriniz biraz baş qaldıra bilər. Mümkünsə bəzi həkim müayinələrindən keçsəniz yaxşı olar. Bəzi halda da sizə də bəzi yerlərdə gözlənilməyən yerlərdən pullar gələ bilər. Buğalarla davam edirəm. Sevgili buğaları, maddi mövzularda, yatırımlarda, finansal mövzularda qapılar açılacaq. Fürsətləri dəyərləndirməmək ağılsızlıq olardı. Ev dəyişimi və ailə daxili genişlənmələr var. Bəli, siz övladlarınızın xeyir işlərini, eləcə də övladlarınız üçün namizədlər seçə bilərsiniz. Aslanlar və dolçalar, bu dolunay sizə netlik, yəni konkretlik gətirir. Bəli, yaradıcı ideyalarınız və yaxud da bir iş təklifləri və bu aralarda edilən iş təkliflərinə diqqətlə gedib araşdırın və bəzilərini də qəbul edə bilərsiniz. Niyə? Çünki böyük pul və şans qapıları sizin üçün də açılır. Eləcə də qoçlar. Qoçlar, sevgili qoçlar, karyera və gələcək hədəflərinizdə çoxdandan bəri bütün verdiyiniz əziyyətlərin, çəkdiyiniz əziyyətlərin meyvələrini dadmağın zamanı gəlib çatır. Həyat sizi daha görsənən eləyəcək və əsl rolunuzu bu cəmiyyətdə də, sosial çevrədə də göstərə biləcəksiniz. Hamınız üçün uğurlu, ruzli və bərəkətli olsun. Dolunaydan 5 gün öncə, 5 gün sonra mütləq manifest və rituallar etmək lazımdır. Mən də hal-hazırda sizi Tiflisdən salamlayıram. Bəli, manifest eləyirik. Hansı manifest eləyirik? Bu günləri, bəli, dolunay varsa mütləq demişəm, yeni aylarda və dolunaylarda 5 gün öncə və 5 gün sonra. 3 gün deyirlər, amma mən sizə 5 gün məsləhət edirəm. Bəli, 5 gün öncə və 5 gün sonra ritual da etmək məsləhətdir və ritualımızı eləyək. Biraz gecikmişik, üzrlü sayasınız. Bu ay işığı ritualıdır. Bəli, 3 dənə sizə sadə qəpik pul lazımdır. 50 qəpik, 20 qəpik fərq etməz. 1 stəkan su, 3 qəpik. Öz adınız, özünüz suya stəkanı götürürsünüz. Bismillahirrahmanirrahim deyib onun üzərinə bir gözəl niyyətləriniz edirsiniz. Bu sırf pul sıxıntısı çəkən və bu dolunay başlanması ilə şans və fürsətləri daha da özünə çəkmək istəyən və yaxşı pullar qazanmaq istəyənlər üçündür. Bəli, qəpikləri bir-bir stəkana, su dolu stəkana qoyuruq. Stəkan çalışın təmiz olsun, su da təmiz olsun və sonra onu gecə yarısı ay işığına qoyuruq. Yəni bir pəncərə ağzına qoyun və ağzı açıq qoyun və səhər gün işığı yenidən, yəni şəfəqləri, gün doğana qədər gözləmək lazımdır. Onun üzərinə günəşin şəfəqləri də düşməlidir. Daha sonra onun suyunu torpağa tökürük və monetkaları da təbii ki özünüz götürüb kaşlokunuza qoyursunuz. Və kaşlokunuza qoyarkən deyirsiniz ki, pul, uğur, şans mənə gəlir. Bu ayın işığı, ruzisini, bərəkəti mənə və kaşlokuma gətirir. Hamınız üçün uğurlu, ruzli, bərəkətli olsun. Aldım, qəbul etdim, kodlandım demək və bu ritual edərkən hər şeyi gözəl niyyətlə eləməyi unutmursunuz.